Hər vaxtınız xeyir olsun müəllimlər. Bugünkü mövzumuz təlimdə öyrətmə və öyrənmə prosesinin təşkilinə aid olan inteqrasiya mövzusudur. Əvvəlcə gəlin baxaq görək inteqrasiya nədir? Təlimdə inteqrasiya şagirdlərin bilik səviyyəsini genişləndirir, dərinləşdirir, şagirdin sərbəst fikirlərini öz təcrübəsinə istinad etmək, nəticə çıxarmaq bacarıqlarını inkişaf etdirir. Deməli, müəllimlər inteqrasiyadan istifadə etməkdə məqsəd nədir? Fənni daha da gözəlləşdirmək, şagirdlərin bilik və bacarıqlarını daha da dərinləşdirmək, onların sərbəst fikirlərini ifadə etməsinə şərait yaratmaq və şagirdlərin öz fikirlərindən nəticə çıxarmaq bacarıqlarını inkişaf etdirməkdir. İnteqrasiya fənlərin və məzmunun pərakəndə şəkildə deyil, ortaq ideyalar, problemlər və mövzular ətrafında əlaqələndirilməsi, bilik, bacarıq, dəyər və münasibətlərin birlikdə formalaşdırılması deməkdir. İnteqrasiya şagirdlərin inkişafı üçün müəllimlər əsas rollardan birini oynayır. Çünki bir fənnin daxilində, istər fənlər arasında, istərsə də həyatla əlaqə qurulduqda, şagirdlərdə analitik və tənqidi düşünmə, problem həll etmə və müqayisə aparma bacarığı formalaşdırılır. Deməli, inteqrasiyadan istifadə etmək şagirdlərin biliklərini və bacarıqlarının formalaşdırılmasında əsas rollardan birini oynayır. İnteqrasiya dedikdə biz fən daxili, fənlər arası və fənüstü inteqrasiyanı bilməliyik. Əvvəlcə gəlin baxaq görək fən daxili inteqrasiya nədir? Və fənlər arasında əlaqə yaratmalıdır. Fənlər arası inteqrasiya da hər fən öz mövzu və məqsədlərini qoruyur, lakin fənlər bir-biri ilə məntiqi şəkildə əlaqələndirilir. Həmçinin problemin həlli üçün bir fən kifayət etmir. Fənlər arasında əməkdaşlıq və biliklərin birləşdirilməsi tələb olunur. Şagird müxtəlif fənlərdən aldığı məlumatları bir araya gətirərək ümumiləşdirmə, nəticə çıxarma bacarıqlarını inkişaf etdirir. Deməli, fənlər arası inteqrasiya bir fənlə deyil, bir neçə fənlər arasında əlaqə yaratmaqdır. Bura həm tarix, coğrafiya, kimya, həm də digər fənlər bura daxil ola bilər. Məsələn, texniki fənlər, psixologiya, sosiologiya, yəni orta məktəbdə keçirilən fənlər deyil, həm də başqa fənlər də bura daxil ola bilər. Sonra gəlirik müəllimlər fənüstü inteqrasiya. Fənüstü inteqrasiya nədir? UNESCO-nun səriştə əsaslı təhsil yanaşmasında fənüstü inteqrasiyanın əsas məqsədi real həyati bacarıqların formalaşdırılmasıdır. Burada fənlər vasitə rolunu oynayır. Yəni fənlərdən vasitə kimi istifadə olunur. OYEK-ın fənüstü OYEK nədir? İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə fənüstü inteqrasiyanı belə izah edir ki, yəni öyrənmə real həyatda baş verir. Ölçülən isə problem həll etmə, tənqidi düşünmə, əməkdaşlıq, məsuliyyət və qərar vermə bacarığıdır. Eyni zamanda fənüstü inteqrasiya şagirdlərin dəyər və münasibətlərini formalaşdıraraq bilik və bacarığın inkişafına şərait yaradır. Deməli, fənüstü inteqrasiya nədir? Şagirdin bilik və bacarığının təlim-tədris prosesi zamanı öyrəndiklərinin həyatla əlaqələndirilməsidir. Yəni, şagird bir mövzunu əgər öyrənirsə, gedir onu həyatla əlaqələndirirsə, həyatda tətbiq edirsə, deməli, şagird
fənnin üstü inteqrasiyadan istifadə edir. Burada müəllimlər bir çox fənlərə aid nümunələr var. Bu nümunələrdə oxuyarsınız müəllimlər. Bir də fənnin üstü inteqrasiyada şagirdin etməli olduqları var. Şagirddə formalaşdırılan bilik və bacarıqları var. Onlar hansılardır? Fənnin üstü inteqrasiyada problem gerçək, həyati və aktual olmalıdır. Yəni, məsələn, belə deyək ki, gerçək aktual problemlər nədir? Suyun çatışmamazlığı, qlobal istiləşmə, rəqəmsal təhlükəsizlik, şagird yəni həyatda problemləri həll edəcəksə, bu problemlər üzərində çalışmalıdır. Yəni, gerçək və həyati və aktual olmalıdır. Sonra ikinci nədir? Hadisə yalnız bir elmi istiqamətdə deyil, başqa texniki, sosial, ekoloji və texnoloji baxımından da təhlil olunmalıdır. Üçüncü addım nədir? Şagirddə tənqidi düşünmək, problem həll etmək, yaradıcı həll yolu tapmaq, əsaslandırılmış qərarlar vermək və yaradıcı həll yolu tapmaq bacarığını inkişaf etdirir. Dördüncü nədir? Prosesin sonunda şagird təklifi irəli sürür, öz mövqeyini əsaslandırır və yeni praktik nəticə çıxarır. Gəlin baxaq görək müəllimlər, fəndaxili inteqrasiya nədir? Fəndaxili inteqrasiya bir fənnin daxilində müxtəlif mövzular üzrə bilik və bacarıqlar arasında məntiqi və funksional əlaqəni yaratmaqdır. Bu zaman şagird yalnız bir mövzu üzrə deyil, eyni fənnin müxtəlif bölmələrindən əldə etdiyi bilik və bacarıqları birləşdirərək problemi həll edir. Bu cür inteqrasiyada şagird fən daxilindəki anlayışlar arasında əlaqə qurur. Əvvəl öyrəndiyi anlayışı yeni mövzuda tətbiq edir. Başqa sözlə desək, bir fənn üzrə əvvəlki siniflərdə öyrənilən bilik və bacarıqlar yeni sinifdə məzmunla əlaqələndirilir. Problemi başqa fənlərdə deyil, yalnız həmin fənnin daxilində bilik və bacarıqlarla həll olunur. Deməli, fəndaxili inteqrasiya yalnız bir fənnin daxilində baş verir. Yalnız bir fənnin daxilində mövzular arasında, məzmun xəttləri arasında baş verir. Deməli, fəndaxili inteqrasiya şagirdin eyni fənnə aid bilik və bacarıqlar arasında əlaqə qurmaq, ümumiləşdirmək bacarığını inkişaf etdirir. Fəndaxili inteqrasiyanı müəllimlər iki istiqamətdə həyata keçiririk. Birinci, fəndaxili üfüqi inteqrasiya, ikinci, fəndaxili şaquli inteqrasiya. Fəndaxili üfüqi inteqrasiya nədir? Eyni tədris ilində müxtəlif məzmun xəttləri üzrə fəndaxili üfüqi inteqrasiya eyni tədris ilində müxtəlif məzmun xəttləri arasında məzmun standartlarının bilik və bacarıqlarının əlaqələndirilməsidir. Yəni, üfüqi inteqrasiya bir fənnin daxilində məzmun xəttləri arasında qurulan əlaqədir. Üfüqi inteqrasiya məzmun xəttləri arasındakı əlaqələr əhatə etdiyindən müəllim imkan daxilində bir neçə məzmun xəttinə dair məzmun standartlarını müraciət etməklə təlim prosesindən daha uğurlu nəticə əldə edə bilər. Yəni ki, müəllim üfüqi inteqrasiyadan istifadə etmək istəyirsə, bir məzmun xəttindən deyil, bir neçə məzmun xəttindən istifadə etməlidir. Yəni, məzmun xəttləri arasında yaradılan əlaqədir. Fəndaxili üfüqi inteqrasiya. Bu proseslər hamısı müəllimlər bir fənnin daxilində baş verir. Yəni, bir fəndən kənara çıxmamaq şərti ilə bu inteqrasiyanı həyata keçiririk.
Daha sonra fəndaxili, şaquli inteqrasiya. Şaquli inteqrasiya bir fənnin daxilində eyni məzmun xəttinin, eyni məzmun standartlarının siniflər üzrə əlaqələndirilməsini əhatə edir. Yəni, şagird 6-cı sinifdə öyrəndiyi, məzmun xətti üzrə öyrəndiyi bilik və bacarıqlarını 5-ci sinifdə öyrəndiyi, həmin məzmun xətti üzrə öyrəndiyi bilik və bacarıqlar arasında əlaqə yaradır. Başqa sözlə desək, şaquli inteqrasiya eyni fənnin daxilində formalaşdırılan bilik və bacarıqların siniflər üzrə ardıcıl, pilləli və dərinləşən şəkildə inkişaf etdirilməsi prosesidir. Bu inteqrasiya növündə əsas məqsəd nədir? Əsas məqsəd şagirdlərin əvvəlki sinifdə öyrəndikləri ilə sonrakı sinifdə öyrəndiyi bilik və bacarıqlar arasında əlaqə qurmaqdır. Şagirdlərin bilik və bacarıqlarını daha da təkmilləşdirmək və mürəkkəb idraki fəaliyyətlərlə tətbiq etməkdir. Bu da fəndaxili inteqrasiyanın növləri. Fəndaxili üfüqi, fəndaxili şaquli inteqrasiya. Sonra keçirik müəllimlər ikinci inteqrasiyamız olan fənlər arası inteqrasiya. Fənlər arası inteqrasiya hər hansı bir real və kompleks hadisənin müxtəlif fənlərin bilik və bacarıqları ilə birlikdə öyrənilməsidir. Yəni, burada müxtəlif fənlər arasında konseptual əlaqələr yaradılır. Yəni, müəllimlər, şagirdlər bir mövzunu öyrənərkən başqa fənlərdə də həmin mövzuya istinad etməlidir